Nicat, mənim əziz qardaşım, dəyərli qardaşım, bir-iki söhbət elə bir balaca sənin bu serialından. Maşallah olsun, şirin serialı bütün evlərdə baxılır, hər kəs də bunu sevir və orada mən nəyə fikir vermişəm? İndi deyəcəksən ki, İzzət onu nə yaxşı tutub, o necə ki, xatirə tutur hər şeyləri. Biz köhnələrik də tuturuq. Deməli, Nicat, orada mən nəyə tutmuşam? Deməli, həftənin ölkədə baş verən əhvalatları da orada, aktual olan əhvalatları həmin günü, həmin seriyada sən ora mütləq onu orada yerləşdirirsən ki, bu olsun. Və bir də ki, sinonim olan məsələlər ki var orada, sən başqa şey gözləyir tamaşaçı ki, indi Nicat başqa şey deyəcək, bir dənə əvəzi onun başqa bir şey gəlir. Bu haqda istəyən bir balaca özün serialdan. Danışım, deməli, Şirin serialı artıq ikinci sezondur ki, İkinci sezon işte. Yayımlanır efirdə. Amma belə sosial şəbəkədə də Instagram, TikTok falan yayılır. O Şirinin o özünə məxsus sözləri var, o belə deyim də jargonlu sözləri. Ən çox olay yayılır və Şirinin də yanında dostları var. Xosu, Faxı. Məsəl üçün Şirinin bir söhbəti düşüb gedirlər davaya. Gələn, nə bilim, gəlir ki üstümüzə. Bu o saat çıxardır rengen kağızını ki, mənim biz xəstəliyim var, qurban məni vurma. Bu ilə də məni biabır eləyirlər. Sonra özüm artıq tək qalıram, yola verirəm. Cavanşiri necə oldu gətirdin seriala? Cavanşir... Yəni qohumluğu qoyduq kənara. Hələ birinci sezondan gəlir də Can. Söhbəti olmuşdu onun, söhbəti çıxmışdı. Gedmişdi ora, baxdı, gördü ki, orada yaxşı iştirak edirdi, özüdür bu. Amma Əli bəy də yaxşı oynadı. Əli bəy də çox gözəl aktyordur. Mən bunu salamlayıram Əli bəy də. Maşallah, Əli bəyin həm gözəl şairliyi, maşallah gözəl diksiya, super gözəl aktyordur. Serialda da oturub seriala, əla seçmişsən. Nə oldu? Cavanşir əvvəl başqa serialda idi falan. Biz Şirin serialına başlayanda oturub bizim rejissor Emil Abdullayev dostumuz fikirləşirik ki, necə idi, yenilik olsun da. Bir balaca gərək obraz uyğun, Oxşasın, gərək aktyoru tamamlasın, bəli. Başım yerində deyil. Axır ki, sənin eyni rol tapdılar. Xosun əyninə idi elə o, Şirinin dostları. Belə necə olmalıdır? Belə olmalıdır. Necə olmalıdır? Bir razmer aşağı edir, prosto bir təhər geyindirdilər. Eyşən də cürbəcür maraqlı. Eyşən də 40 ildir sənətdədir, teatrda da. Eyşən bizim dostumuz. Oğlan evində çox gözəl obrazın var orada. Tövbə eləyir, isti. Orada hoqqalardan, min hoqqadan çıxıb sonra tövbə eləyənlərdən də gəlib orada. Maşallah, özü qəşəng də alınmışdı, o film çox super idi. Oğlan evi 2-də də varsan da. 2-də də var. 2-də də, ikisində də var. 2-də mən də varam. 2-də Nicat da var, bir yerdə çəkilmişik. Maraqlı oldu. Amma teatrda çalışırsan, deyirsən. Bəli, 25 ildən çoxdur artıq, 26 ildir. Hansında? Gənc tamaşaçılar. Gənc tamaşaçılardasan sən, maşallah. Cavanşir, sən də oradasan? Yox, mən əvvəl işləyirdim teatrda, indi azad aktyor. Bu reyting deyirlər, mən orada bildim ki, yəni bu Şirin serialı sevilməkdə o reytinglər falan, əsas bu cəmaatın danışmağı ilə bilirəm də. Yəni harasa gedirsən baxıram ki, danışırsan ki, sən sözləri bildirlər, atdığın hardasa, sözləri. orada, burada falan. Onda bilirəm ki, artıq tamaşaçılar baxır belə. Biz yəni uşaqlıqdan elə məsəl üçün, elə götürə gələ bizim Allah qəni-qəni rəhmət eləsin. Allah ona ruhu şad olsun. Bayaqlar heç inanın ki, əziz tamaşaçılar, veriliş başlamamışdan qabaq biz oturmuşduq kabinetdə. O gözəl insanlardan danışırdıq. Birinci Yaşar Nuriyevdən. Allah onu qəni-qəni rəhmət eləsin. Yəni elə Yaşar Nuriyev, Siyavuş Aslan, Hacı Baba Bağırov, bu insanların bir görsən ki, yəni elə bir dənə sözləri olub ki, Fazil Salayev, ya kimsə, yəni bir dənə söz deyib, nə fantamaz məsəl üçün deyir, bu adam da evdədir, caman şirpələng saxlayır. İndiyələ kimi onu deyirlər. Yəni bu sözlər, bax fikir və xatirə görsən, söhüşsüz, söhüşsüz, amma yadda qalan, yaddaşlara həkk olunan yəni sözlər. Nədir? Kül sənindir, kişi başı var. Yəni bu mən düşünürəm ki, İzzət, bax biz çox xoşbəxt pokoleniya olmuşuq. Onları ki, görmüşük. Biz onların hamısını görmüşük. Bəli. Biz onların hamısı ilə çay içmişik, çörək yemişik. Biz onların hamısını yaxından görmüşüksə, mən doğrudan da çox xoşbəxt özümü sayıram ki, mən onları görmüşəm. Biz hamımız bir yerdə. Onda biz elə İzzətlə bir yerdə çalışırdıq da. Biz onları görürdük hər gün. Bir yerdə otururduq, çəkilişlərdə, nə bilim. Toylarımızda gəlirdilər, oxuduğumuz toylarda. Mən Yaşar dayın son illərində mən onlarda qalırdım da, bilirdim də. Oradan dururdum, gedirdim İncə Sənət Universitetinə, gimnaziyamda, məktəbi orada qalırdım. Yaxın idi evlərinə. Mənim yadımdadır, o vaxtı anam dedi ki, gedək Yaşar dayıgilə. Mənim bir olardı 13-14 yaşım. Onlar da qalırdılar
Köhnə aynasının Heydər Əliyev binasından sarayından aşağıda. Yox, sonrakı. Sonra Lap sarayın birinci. kassasının üstündəki Bəli. balkon Yaşar müəllimin Evə balkonu idi. girirdik, pilləkana qalxırdım belə. Mən bir dənə həyəcan keçirdirdim ki, bu evdədir. Evdədir. Vallahi yəni nə demək istəyirəm də o içim əsirdi ki, mən görəcəm də, o Yaşardan görəcəm belə oturub söhbət. Vallahi yəni yol Xatir xanım deyir əhvalatı- ki, biz o qədər xoşbəxtik ki, onları görmüşük. Doğrudan Deyirəm da ki, bu bax, zarafat. xoşbəxt- Xatirə sən də Onu filmə xatırlayacaqsan. Yol çəkmişəm. əhvalatı Yəni- filmini hamımız baxmışıq da. Yəni orada bütün qaymaqlar o ha. filmdə Yalansa fransız, yalansa İlan fransız ilanmırsın. Bax görsən bax nə bax bu söyüş yoxdur ki burada. Amma necə yadımızda Və illərdir o. Orada bir söz var Yaşar müəllim gəlib deyir ki, çox əlləsmə onsuz da metallama. Ay. Söz atır Mustafaya da. Mustafa da bütün gün Maşını maşında düzəldir. əlləşir. Yanından keçir adamın söz atmağına bax, ilişməyinə əlləşmə onsuz da metallama. Orada gedir. xırdalıq Yəni bu var da, maşın onu- xırdalıq var. Və bir də deyir ki, mən indiyəcən kimin toyuğuna deyir nə olub neftçi qız dedi, neftçi udan günü olub. Udan günü var. O sözü belə demək özü böyük hünər tələb edir. Yəni onu bəlkə də Yaşar Nuriyev deməsəydi, başqa bir Bəli. adam desəydi, onu montajdan çıxardardılar. Ki, yox bu sözü deməyin, getməsin. demək. Yerində demədi, neftçi udan Bəyin günü olub ki. oğurlanması filmi deyir başdan ayağa improvizə olub. Elə Orada olacaq da, aktyorlar, canavarlar yığılıb orada. Hə, yəni tamam başqa bir ssenari olub da orada. Yəni rejissor da görür ki, bunlar hərə bir şey deyir. Yerində o Onun da əla. gözəlliyi odur Yerində. da. Bəli. Uşaqlar Yaxşı. da atamız işə gedib. O Hə, hə, hə. yoxdur. Sənətkarlar da elə bəyin oğurlamasında. Bir ətək pul vermişəm O oynamaqlarına ən bax. çox sevdiyim də get dərzi bax da. Qəzetdə belə Atın var. yaxşı kino olacaq. Baxır ki, nə kino vurur Atın- qəzetə. Sən girəmsən. Maşallah. Həqiqətən bax görürsən əziz tamaşaçılar, baxın bax xatirədən tutmuş belə hamımız, yəni bu bütün biləm indi siz Onunla efir böyümüşük efir də. qarşısında Bəli. əyləşən Onunla tamaşaçılar da böyümüşük. indi onları deyir bizlə bərabər. Allah onları qəni-qəni rəhmət eləsin. Amin. Nə xoş ki biz onları görmüşük, xatirənin sözünə qüvvət və nə xoş ki onların bu günləri belə bir davamçıları var. Nicat, mən həqiqətən səninlə biz fəxr edirik. Sən gözəl Sağ ol, aktyorsan və sağ ol. gözəl insansan və gözəl də Sağ ol, dostsan. qardaş. Sən yaxşı qardaşsan. Var ol, var ol. Yoldaşlığı bacara biləcək insansan. Maşallah nə qədər populyar oldun, nə qədər sevildinsə, həmişə elə özünü sadə apardın. Elə Bir də verilişində var zarafat bir yana. Hə, O verilişin də çox möhtəşəm verilişdir. İnşallah. O da həqiqətən də orada maşallah gözəl. Səni də Xatirə xanım da inşallah orada İnşallah. Xatirə xanım da olmuyor, burada Yaxşı mən bir- də olmamışam. Hə, İnşallah gələrik. peki. İnşallah. Sağlıq olsun. Yaxşı biz yaxşı suallar Məni hazırlayarsan. ora dəvət eləyiblər çox. Sadəcə olaraq mənim imkanım olmayıb Keçən ora. il biz əlaqə saxladıq, alınmadı sizdə. İnşallah bu Hə, il inşallah. Allah mütləq kömək mütləq eləsin. eləyərəm. May ayı Mən var indi mı? yad dişləyirəm. Sağlıq olsun. İnşallah.